Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, muhterem kardeş ve bacılarımız, analarımız, emirlerimiz. Allah Subhanahu ve Teala her birinize, her bir kesabınızı bereket versin. Elhamdülillah verir de bu Ramazan ayında size akar sədəqə göstereceğim. Akar sədəqə bilirsiniz ki, elhamdülillah ne demektir? Siz dünyanızı değişseniz bile sizin verdiğiniz bu sədəqə Subhanallah ömür boyu devam edecek. Bu insanların duaları, bu insanların şükürleri elhamdülillah. Bakın bir tane bura. Bura toyuq damı değil. Subhanallah. Burada aile yaşıyor. La ilahe illallah. Gene zahmet olması bakın. Ya bura inanmayacaksın aile yaşıyor. Vallahi ki bura aile yaşıyor. 4 tane aile yaşıyor. Göster zahmet olması. Gel krallarını gösterin. Bakın. Tahtadan da bak bildiğin tahtadandır. Damdır. Bir uçur bak. Damdır. Oraya bakın. Bildiğiniz bu damda Subhanallah aile yaşıyor. Gene zahmet olması. Buradan da çekin. Bakın. Ki evin içine ben göstereceğim. Ben buraya ev demeye çalıştım Allah'ın izniyle. Bakın gösterin. Şəraitə baxın. Yəni ki, burada məqsəd nədir inşallah ki, bacaran qədər ailəyə dəstək olmaqdır və inşallah ki, məqsədimiz Allah Azze ve Celle'nin izni ilə heç olmasa bu ailənin yaşaya biləcəyi balaca da bir yer tikməkdir inşallah. Gəlin mən buranı göstərim, baxın. Gəlin. Bura Subhanallah evin girişidir. Bismillah. Uzaqdan çəkin göstərir. Rəhmət olması tam düşsün. Baxın. Ya Allah. La ilahe illallah. Baxın. Bura evin balkonudur. Yani zahmet olması. Bakın çıkın yukarı çıkın. Bakın bura gösterin zahmet olması bakın. Yani bura ev kimi istifadə olur. Ben çıkacağım esas evin salonuna. La ilahe illallah. Yani zahmet olması bakın. Subhanallah kardeş bura bakın. La ilahe illallah bakın. Vay vay vay. Bura ne gündür. Gösterin zahmet olması. Görün. Bir otaqdır. Fırın zahmet olmasa. Fırın xahiş edirəm. Fırın. Ətraflı fırın. Geçin bu yanında gösterin. Bakın bircə dənə otaqdır. Burada aile yaşamaya çalışır. Subhanallah yani ki vallahi billahi bu her birimizin imtihanıdır inşallah. Deməli Canan əmmimiz Ali bir də Nuralı. Deməli bu kardeşimiz xəstədir. Kişilərə məxsus bir ağır xəstəliyi var. Geçen əməliyyat olmam elə deyilmi Allah'ın izniyle və sudurğası var. Yani böyle yanında adam olmasa heç də bırakmaq mümkün değil. Əmin nə deməksən bizi izleyenler Allah'ın izniyle? Ben demək istəyirəm ki, Allah dar gündə dayağı olsun. Kimlər köməkliyə eləyəcəkdir bizə. Amin amin. Pis günlərlə böyütmüşəm onu. Yenə də əziyyət çəkirəm onu. Mən necə deyim, istəyirəm ki, o bayaq sizdən kimi o adam olmalıdır gələcəkdə. İstəyirəm adam olsun. Ki qıraqdan baxan deməsin ki, iki bala saxladı onu pis günlərlə. Aydındır, aydın. Allah dar gündə dayağı olsun. Amin. O uşağa da kömək eləyənlərə də. Amin, amin. Hamıdan xahiş edirəm Allah üçün. Vallahi billahi ev çox pis gündədir. Kim yaxından gəlmək istəyər, inanın ki, bura ev deməzsiniz. La ilahe illallah. Məqsədimiz heç olmasa bu ailəyə, heç olmasa iki göz yerdən bir şey tikib ailəni yaşaya bilməsi yerdir. Bura qışda, subhanallah, bura qışda müqavimat mümkün deyil. Hər tərəf açıqdır, baxıram. Vallahi billahi hər tərəf açıqdır. Möhtərəm müsəlmanlar, axar sədəqədir. Bu fürsət heç birimizin əlinə keçməyəcək. Vallahi ki öldükdən sonra Allah Azze ve Celle yalvaracaq ki, məni geri qaytar, önce zəkat verim, amma gec olacaq. Axar sədəqədir. Məqsədimiz balaca da olsa bir şey tikməkdir Allah Subhanahu ve Teala izniyle. Hesab kartımız ya videonun üzerinde qeyd olunacaq, ya yaxud da ki bizim insan səhifəmizə qeyd olunacaq və yaxından gəlib yardım eləmək istəyən ola bilər, material olmaq vermək istəyən ola bilər, kimsə pəncərəsini gətirə bilər, həm kərpiç gətirə bilər, taxta gətirə bilər. Hər birinizdən Allah üçün xahiş edirəm bu balaya ailəyə dəstək olaq. Mən balaca və Əhməd birbaşa cavabdayım, mən özümən buna düzdür. Dövlətimiz də bacaran qədər dəstək olub, elə deyil mi? Bacaran dəstək olub, ərzaq olsun, digər xəstəliyinə bağlı məsələlər olsun, Allah razı olsun. Amma bizim burada məsələn, mən niyə çəkmişəm ki, axar sədəqə üçün. Bizim gələcəyimiz üçün, ahirətimiz üçün bu sədəqə vacibdir. Allah Subhanahu ve Teala malınıza, mülkünüzə bərəkət versin. Esselamu Aleyküm.